detallar da bir-bir ortaya çıxacaq. Bu arada isə demək sensasiyalı daha bir fakt ortaya çıxıb. Ramiz Mehdiyev müxalifətçiyə bu binalardan evlər veribmiş. Fotoları izləyəcəksiniz və iddiaları sizin nəzərinizə çatdıracağıq dəyərli izləyicilər. Oxu24.com saytı eksklüziv məlumatlar, özəl mənbədən səhih məlumatlar əldə edib və Ramiz Mehdiyevə bağlı olan şəxslərin siyasında keçmiş deputat, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var və bu mövzuda yayılan xəbərlərdən sonra Gültəkin Hacıbəyli müxtəlif tip təzadlı açıqlamalar verib, sayt belə yazır və o öz şəxsi Facebook profilində barəsində yayılan xəbərlərin yalan olduğunu qeyd etsə də reallıq və əldə olunan faktlar var və sayt yazır ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə necə dostlaşıb və bunun müqabilində nələrə nail olub. Məlum olub ki, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, Gültəkin Hacıbəylinin deputat seçilməsində Ramiz Mehdiyevin də xeyir duası olub və bu əlaqələr Gültəkin Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Oxu24.com yazır ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə 2 ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar əldə edib. Az öncə foto videosunu izlədiniz evin, binanın və sonra da sənədlərini gördünüz, yaxınlaşdırıb baxanda məlum olur ki, söhbət Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən çox mərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sir deyildir. Bu həm sənədlərlə, həm də həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da sözü gedən tikililər Ramiz Mehdiyevin evləri adlandırılır və hamı Ramiz Mehdiyevin evi deyil bu binalara. Məlum olur ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəylini mükafatlandırmaq məqsədi ilə bina tikilən ərəfədə, yəni 2025-ci ildə ona 2 mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunus Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179,4 kvadrat metr sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə Gültəkin Hacıbəyli sözü gedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Və eyni binanın 13-cü mərtəbəsində isə Gültəkin Hacıbəyliyə xüsusi xidmətlərinə görə Boz Kardinal tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. O evdə 4 otaqlı bir mənzildir və sahəsi də 178,18 kvadrat metrdir və o mənzildə Gültəkin Hacıbəyli özü tək yaşayır. Orada yaşayan insanlar da Gültəkin Hacıbəylinin həmin evdə yaşadığını təsdiqləyirlər və iddialar var, buyursunlar. Əgər bu iddialar yanlışdırsa və ortaya qoyulan sənədlər həqiqəti əks etdirmirsə, qarşı tərəf öz mövqeyini də bildirə bilər. Heç bir problem də yoxdur bu istiqamətdə.